Hansı bürcün nümayəndələri növbəti ayda ən şanslı bürclər sırasına düşəcək? Yanvarın son günlərini yaşayırıq və fevral ayı yaxınlaşır. Bəs fevral ayında hansı bürclərin şansı gətirəcək? Ekranlara yaxın əyləşin. Fevral ayında bəzi bürclər üçün əsl bolluq və sürpriz qazanclar vəd eləyir astrologiya. Və qeyd olunur ki, bu ay gözlənilməz pullar, uğurlu razılaşmalar və maddi olaraq rahatlıq bir neçə bürcün qapısını döyəcək. Elə bürclər var ki, fevralda pulu hətta haraya xərcləyəcəklərini isə bilməyəcəklər. Budur ki, fevral ayının ən şanslı bürclərini xatırladırıq. Buğa bürcü. Buğalar üçün fevral ayı pul axınının sürətləndiyi bir dövrdür deyirlər. Uzun zamandır gözlənilən ödənişlər, gecikmiş maaşlar və ya əlavə qazanc mənbələri birdən-birə ortaya çıxa bilər. Xüsusilə iş dəyişməyi düşünən buğalar üçün bu ay yeni imkanlar gətirəcək. Pul gəlir, amma xərclənmə ehtiyatlı və xüsusi diqqət tövsiyə edilir bu bürclərin nümayəndələrinə. Şir bürcü də ən şanslı bürclər sırasındadır. Belə ki, fevralda şansının sevimli nümayəndələri içərisində olacaq şirlər, gözlənilməz hədiyyələr, bonuslar və ya uğurlu investisiya qərarları maddi vəziyyəti xeyli yaxşılaşdıracaq. Şirlər bu ay həm özlərinə, həm də sevdiklərinə pul xərcləməkdən zövq alacaqlar. Astrologiya şirlər üçün məhz pul sevinci gətirir deyirlər. Növbəti isə Oğlaq bürcüdür. Oğlaqların zəhmətinin bəhrəsi fevralda özünü göstərəcəyi deyilir və uzun müddət üzərində çalışdıqları layihələr nəhayət ki, qazanc gətirəcək. Xüsusilə biznes və rəhbər vəzifədə olan oğlaqlar üçün gəlir artımı gözlənilir və pul planlı şəkildə gəldiyi üçün bu bürc maliyyə baxımından özünü daha güvənli hiss eləyəcək. Növbəti iki bürcümüz var. Belə ki, balıqlar fevral ayının ən şanslı bürcləri sırasında olacaq. Emosional yox, maddi baxımdan şanslı bir dövrə girir. Bu səfər balıqlar gözlənilməz pul, lotereya, əlavə iş təklifi və ya yaradıcılıqdan gələn qazanc balıqları sevindirə bilər. Bu ay balıqları üçün azdan çox yaratmaq dövrüdür. Və sonuncu olaraq maddi olaraq şanslı bürclər sırasına əqrəblər düşür. Əqrəblər fevralda risk eləsə də risklər pul gətirəcək. Həmin risklərdən qorxmamaq tövsiyə olunur. Uğurlu sövdələşmələr, gizli qalan fürsətlər və düzgün zamanlama sayəsində əqrəblər maliyyə baxımından rahatlayacaq və pulun hardan gəldiyini belə anlamadan onların cibləri pulla dolacaq. Bəli, astrologiyanın sizə tövsiyəsi məhz bunlar idi. Ancaq qeyd eləyək ki, siz bu maddi olaraq gəliri biraz da özünüz üzərinizdə çalışmaqla gerçəkləşdirə bilərsiniz. Bu sadəcə olaraq astrologiyanın sizə verdiyi şansın müjdəsidir. Dəyərləndirmək hərəkət isə məhz sadaladığımız bürclərin öz nümayəndələrindəndir.